Paragraf style'ı başa düşdükdən sonra gəldik çatdıq onun qonşusuna, əmioğlusuna, o da character style. Əgər burada aktiv deyilsə window, styles və character style'a girmək lazımdır. Paragraf stili ilə əslində eyni şeydir, məntiq birəbir eynidir. Arada kiçik bir fərq var. Paragraf bütün paragrafa təyin olunan bir görüntünün şablonu idisə, character style isə adı üzərindən bir karakterə, bir simvola tətbiq olunacaq bir görüntüdür və onun şablonudur. Məsəl üçün, müştəri deyə bilər ki, mətn bloklarında, yəni mətnin içində maraqlı faktlar var. Həmin o faktları biz qeyd eləməliyik. Yəni, tarixi mövzudur. Müəyyən tarixlərdə baş vermiş hadisələri diqqət çəkmək üçün o tarixləri göstərən hissə, həmin o faktı göstərən hissə rəngli olsun, əyri olsun, altından xətt çəkilsin və s. Yəni yetər ki, ümumi kütlənin içində biraz fərqlənsin. Ən məşhur nümunə biraz əyri olsun ya da altından xətt çəkilsin. Hər ikisini eləyə bilərik. Götürək müəyyən bir hissəni, müştəri deyir ki, bu maraqlıdır, bunu qeyd eləmək lazımdır. Götürək şrifti və nə deyək? Deyək ki, bu biraz bold və biraz da italik olsun. Altından xətt çəkilsə də iyrənclik olar, xətt qoyulsun belə. Və bu tipli mətn blokları, daha doğrusu mətn blokunun içindəki bu tipli hissələr bizdə bütün sənəd boyunca olacaq. Və biz artıq bilirik ki, bir şey bu halda 2 dəfə, 3 dəfə təkrarlanırsa, bunu bir şablonlaşdırmaq lazımdır. Bunu bir üsluba salmaq lazımdır ki, sonradan dəyişiklik olsa, işimiz asan olsun. Ona görə də biz bunu paragraf kimi save eləyə bilmərik, paragraf stili kimi. Çünki bu paragrafa aid deyil. Paragrafın içində spesifik sayda simvollara aiddir. Ona görə də character style-da bunun üçün bir stil yaradırıq. Adını da qoyaq. Nə qoyaq? Adını qoyaq. Bir dəfə Azərbaycan dilində yazsam. O stilin adını hətta ə hərfi ilə bir yerdə. WhatsApp dilində yox, bildiyimiz Azərbaycan dilində. Qeydlər. Və preview'unu da yandıraq. Heç bir dəyişiklik eləmədiyimizə görə preview'un heç bir əhəmiyyəti yoxdur. Sadəcə özümüzə öyrəşdirək ki, real zamanda preview yanıq olsun. Əla və sonra müştəri bu mətnə də işarə eləyir. Bunu da qeydlərə daxil elə. Bunu da qeydlər kimi göstər. Və eyni zamanda bu son sətirdə əmin olaq ki, hər şey doğru seçilibdir. Qeyd kimi göstər. Bir də həmin maraqlı faktlar var bizdə sonuncu səhifədə. Buralarda bir yerdə gözəldir və bir də dəmi bir dənə sözdə. Yəni bunu eləməkdə səbəbim, məqsədim odur ki, şərt deyil, böyük hissələr olsun. 2-3 söz, 1 söz, uzun cümlə, hamısı bu şəkildə ola bilər. Müştəri sizin bu təklifi bəyənir, qəbul edir, amma deyir ki, altından xətt çəkilsə kifayətdir. Qalın olmağına ehtiyac yoxdur. Tərsinə, qalın olsa bəs edir. Altından xətt çəkmək əlavə bir vizual küy yaradır, şum yaradır. Müştərimiz də biraz tipografik bilgi baxımından biraz yəni ki, deposunda bilgilər çoxdur. Ona görə də bunu yığışdırmaq lazımdır. Sizə 100 səhifədə altından xətt çəkmişsiniz. Dil verməsəydiniz, gəlib təzədən bir select eləyib xətti yığışdır. Seç, xətti yığışdır. Yəni bu addımları atmalı olacaqsınız. Amma artıq əlimizin altında stil var. 2 dəfə tıklayıb girək həmin bu stilə, gedək tapaq görək bizim bu altından xətt çəkmək funksiyamız hardadır. Və basic character formatsa girsək, elə orada görərik ki, underline deyilən altından xətt çəkmək funksiyası var. Onu da bir toxunuşla biz yığışdıra bilərik. Okeydir, möhtəşəmdir. Və nəinki birinci səhifədə, ümumiyyətlə 100-cü səhifədə də həmin dəyişiklik öz əksini tapacaq. Paragraf stilində olduğu kimi character style'da da biz həm dəyişikliyi buradan birbaşa stilin içərisindən eləyə bilirik. Bir də eyni zamanda dəyişikliyi buradan verib də həmin bu dəyişikliyi sonra stilə, style'a tətbiq eləyə bilərik. Məsəl üçün, girək və şrifti tutaq ki, dəyişək. Semi-bold italikdir. Biz bunun əvəzinə nə verək bura? Black verək tutaq ki, amma düz olsun. Və avtomatik dəyişiklik etdiyimizə görə dildə character style'ında verdiyimiz dəyişikliklərin qabağına bir plus işarəsi əmələ gəlir. Yəni demək istəyir ki, indicə sizə xəbərdarlıq edir, imdad edir. Yəni xəbərin olsun, sən belə bir şey save eləmişdin, hazırda isə dəyişiklik eləmisən. Bu stildən bir fərqlilik var. Fərqlilik nə idi? Bizdə bold italikin əvəzinə black qoymuşuq. Biz yenə də paragrafda olduğu kimi deyə bilərik ki, üzr istəyirəm, səhv eləmişəm, bunu yığışdıraq. Ya da deyə bilərəm ki, bəli, bu görünüş məni qane eləyir və bunu digər bu stil tətbiq olunmuş mətnlərdə aid elə. Və sağ düyməyə bassaq, redefine style tamamdır və elə bunu da
tıklasaq və görərik ki, bəli, həmin o dəyişikliklər artıq məndə qeydlər bölməsinin yeni, belə deyək ki, görüntüsüdür və rahatlıqla gedib bunu test eləyə bilərəm. Yəni iki formada biz bunu həll elədik. Bir, girib qeydlərin içində dəyişiklik eləməklə, bir də mətnə müdaxilə eləməklə. Mətnə dəyişiklik elədik ta ki, qaytaraq bunu regulara. Bu dəfə də tamamilə abstrakt bir şey olsun. Nə olsun? Olsun ta ki, hamısı böyük hərflə. Xüsusi isimlərdir. Əvvəl bold eləmişdi. Müştəri dedi ki, bunların hamısını böyük hərflə eləmək lazımdır. Daha deməm, redefine style. Və avtomatik məndə indi bu formada seçilmiş o faktları indi artıq InDesign avtomatik çevirdi, elədi all caps. Təbii ki, bu realda bu tipdə dizayn sırf tipoqrafika nöqteyi nəzərindən çox da doğru sayılmaz. Bu artıq işin nəzəri tərəfidir. Amma praktikada bir character style, bir paragraf style necə işləyir, harda işimizə yaraya bilər, harda faydalı ola bilər bizim üçün, onlara nəzər saldıq. Təbii ki, tipoqrafika qaydalarına görə bu səhifənin tərtibatı, başlıqlar, ara məsafələr, yəni necə olmalı, necə təyin olunmalıdır. Düzgün paraqraf bloku, düzgün olmayan paraqraf blokundan, mətn blokundan daha doğrusu necə fərqlənir? Niyə bu bir o qədər də doğru sayılmaz, bəyənilməz bu tipli bir tərtibat? Bu və digər məsələləri təbii ki, tipoqrafika ilə bağlı sistemli dərslərdə öyrənmək lazımdır. Biz burada sadəcə InDesign öyrəndik. Bu tipli dərsləri də öyrənmək üçün bizim saytımıza daxil olun və oradan qrafik dizaynla bağlı, qrafik dizayn təlimimizlə bağlı məlumat alın və əgər bu mövzular sizə də maraqlıdırsa, bu təlimə qoşulun və tipoqrafika mövzusundakı biliklərinizi daha da genişləndirin. Biz isə InDesign'ın növbəti dərsində görüşərik. Hələlik.